20 yanvar faciəsinin şahidləri arasında fotoqraflar da var. Elə növbəti sujetimizdə əməkdaşımız Diana Cəlali onlardan biri ilə həmsöhbət olub və həmin sujeti sizə təqdim edirik. Bugün 20 yanvar faciəsi ilə bağlı baxdığımız hər fotoşəkil bir ölüm-dirim mübarizəsinin təcəssümüdür. O gecə qanlı küçələr, susmuş cəsədlər, ah-fəğan edən ana-bacıların səsküyü hər zaman gözəllik axtaran fotoqrafların bu kadrları lentə almasına səbəb olurdu. Qanlı və şanlı tarixi olan 20 yanvar faciəsindən artıq 36 il ötür. İllər keçsə də, vətənin azyaşlısından tutmuş yaşlı nəslinə qədər heç kəs bu tarixi unutmur və unutturmur. Təbii ki, qan yaddaşını yaşadan, onu tarixə çevirən şahidlər də var ki, həmin günü həm mübariz, həm də kədərdə olanlarla xatırlayırlar. Elə müsahibimiz Mirnaib Həsənoğlu kimi. Atəş açılır və şəhər metrosunun şüşələri sınırır və insanlar o qədər bir-birini itəliyə metronun arxasına keçirlər, şəhərə qaçırdılar ki, kim yıxılırdısa o ayaq altında qalırdı. O dəhşətli, qorxunc gecənin şahidləri olan fotoqraflara müxtəlif qorxular gəlirlər. Onlar danışırlar ki, elə fotolar var ki, onlar yalnız gözlərimizdə qalıb. Mənə ən böyük təsir edənlərdən biri, məsəl üçün, Larisanın 13 yaşında bir qız uşağı damalı belə yubqasında, ağ köynəyində və sinəsindən aldığı güllə yarası. Həmin an elə bil ki, kadr kimi yox, elə bil ki, bir an kimi adamın hərdən yaddaşına gəlir. Həmin gecə düz 500-ə yaxın şəkil çəkilir. 20 ildən çoxdur ki, çəkdiyi kadrları qoruyub saxlayır. Bircə Mixail Qarbaçova göndərdiyi bəzi şəkillərdən başqa. O vaxt çox dəyərli bir materialı albom şəklində Mixail Qarbaçova göndərir. Məqsəd Qarbaçova Azərbaycanda baş verənlərin fakt olduğunu göstərmək olur. O vaxtı 15 lent çəkmişəm, fotolent. Bunların da içində 36 kadr olmaq şərtilə. Bu yalnız ayın 20-si gün çəkdiyimdən danışıram mən. Qarbaçov daha bir hiylə işlədir. Moskvada sərgi keçirir. Azərbaycanlı fotoqraflar şəkilləri şokolad qutularında gizlicə aparır Moskvaya. Sonradan həmin şəkillər itibata düşür. Sonraki günlər artıq şəhidlərin dəfni, şəhidlərin qırxı, bu dövrlərdə də fotolar çəkildi. Amma bu artıq o həmin gün çəkdiyim fotolara aid deyildi də. O sonraki prosesləri. Əldə olunanlara baxmayaraq arada böyük bir tarix itir. O tarix ki, heç vaxt unudulmayacaq, heç vaxt yaddan çıxmayacaq. O şəkillər ki, heç vaxt bir də çəkilmək imkanı olmayacaq. Ən dəhşətli kadrlar, məsəl üçün, Tahir Cəfərovun çəkdiyi, Oleg Litvinin çəkdiyi fotolar var ki, Selyan kazarmasının qabağında, Rasim Sadıqovun çəkdiyi var ki, insanın bir ayağı qalıb, üstündən tank keçib. Diana Cəlali, Pərviz İlqaroğlu, Spice xəbər.